Rusiyalı yazıcı Veliçko hələ 1903-cü ildə yazırdı ki, Çar hökuməti erməni kilsəsinin və erməni elitasının özbaşınalığından təngə gələrək erməni kilsəsinin əmlakını və kilsə məktəblərini onların əlindən alıb Xalq Maarif Nazirliyinin tabeliyinə vermişdi. Və bu əsnada çox maraqlı detallar üzə çıxmağa başladı. Sən demə, erməni dərsliklərində Böyük Ermənistandan və ermənilərin bütün qonşularını mədilləşdirmək kimi missiyasının olması haqqında bəhs edən absurd yazılar mövcud idi. Bu məktəblərdə paytaxt Tiflis olmaqla az qala Voronej vilayətinə qədər Böyük Ermənistan xəritələri yayılmaqdaydı. Fikir verin, Ruslar Qafqaza erməniləri köçürür, onlara hər cürə şərait yaradır, onlara bütün zəmin yaradır ki, rahat fəaliyyət göstərsinlər, yaşasınlar. Və gizlin şəkildə erməni kilsələrində Böyük Ermənistan xəritələri hazırlanır. Özdə necə xəritələr? Paytaxt Tiflis olmaqla Voronej vilayətinə qədər. Heç söhbət heç İrəvandan da getmirdi o zaman. Heç Qarabağdan ümumiyyətlə danışılmırdı. Mərkəz Tiflis şəhəri görülürdü. Və beləliklə ermənilərin həmin məkirli siyasətlərini biz Sovet dövründə də gördük. Xüsusən bu özünü Qarabağ hadisələrində tam olaraq təcəssüm etdirmişdir və hələ də təcəssüm etdirməkdədir.